Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Hər birinizi İslam'a görə kanalı efirindən xoş gördük. Əziz izləyicilərimiz, bilirsiniz ki, qarşıda mübarək Qurban Bayramı gəlməkdədir. Bu səbəblə də bugünkü çəkilişimizi məhz bu mövzuya həsr etmək istədik. Bugünkü verilişimizin qonağı isə ilahiyyatçı Ruslan Hacıxəllovdur. Ruslan müəllim, xoş gördük sizi. Xoş gördük Hacı müəllim. Ruslan müəllim, bildiyiniz kimi cəmiyyətimizdə qurbanla bağlı bəzi müxtəlif fikirlər meydana gəlməkdədir. Bununla birlikdə səhifəmizə də, kanalımıza da bəzi suallar ünvanlanmaqdadır ki, bugün istədik bu verilişimizdə bu suallara cavab axtaraq. Sizə də vaxt itirmədən sizə ilk sualımı ünvanlamaq istəyirəm. Qurban kəsmək vacibdirmi, yoxsa könüllüdürmü? Ümumiyyətlə, nə üçün qurban kəsirik? Buna açıqlıq gətirərdik. Bismillahirrahmanirrahim. Əziz izləyicilər, mən də öz növbəmdə İslam'a görə izləyicilərini salamlayıram. Allahın salam bərəkət üzəriniz olsun. Qurban kəsmək vacibdirmi, yoxsa könül işidirmi deyə bir sual, gözəl bir sual verdiniz. Belə baxırıq ki, bizə buraxılmış bir ibadət deyil. Çox fəzilətli əməldir, amma Allahın ayət və hədislərə baxdığımız zaman görürük ki, bu bir bizdən istənən vacib bir əməldir. Bunu da belə bir şeylə izah edə bilərik ki, imkanı olan hər bir şəxsin qurban kəsməsi vacib bir əməldir. Necə ki, Quran-ı Kərimdə Allah buyurur ki, fəsalli li rabbikə vənhər, Rabbin üçün namaz qıl və qurban kəs. Bu da bizim üçün böyük bir uyarıdır və nə qədər fəzilətli olduğunu da bu ayətin içərisində görmüş oluruq. Bəs Peyğəmbər Aleyhisselamın hədis şərifə baxdığımız zaman kim qurban kəsməzsə onun üçün bir töhməti vardır ki, buyurur: "Mən vəcədə sa'atan fələm yudahi fələ yaqrabanna musallana." İmkanı olduğu halda qurban kəsməzsə namazgahlarımıza yaxınlaşmasın. Yəni bunu ciddiyə almazsa da bu zaman bizə üçün bir uyarı vardır. Bunun üçün qurban kəsmək bir vacib bir əməldir. Ruslan müəllim, ikinci sualım bu yöndə olacaq ki, məsələ qurbanı bugün bizim cəmiyyətdə insanlar gedirlər bazara, öz imkanları nisbətində heyvan baxırlar. Məsələ, pulum, imkanım buna çatır, bu heyvanı alım. Bu belə mi olmalıdır, yoxsa bu qurbanlıq heyvanda aranacaq hər hansı bir xüsusiyyətlər varmı? Bəli Hacı müəllim, başda dediyimiz kimi qurban kəsmək imkanı olan, bu da imkan özünə görə imkan deyil. İslamın insanlar üçün, müsəlman üçün qoymuş olduğu qayda daxilində imkan söhbətdir bu. Yəni kimin imkanı çatırsa da qurbanı belə deyək də o zaman saya gedək biz. Yəni 5 növ qurbandan yəni heyvanın qurban kəsmək olar. Bu 5 növ heyvanı seçərkən də diqqət etməmiz lazım olan əlbəttə əməllər vardır ki, qoyuna keçək. Qoyun zahirən baxdıqda 1 yaş, keçi və qoyunu 1 yaş deyir şəriətimiz və qoyunun 6 aylıq olarsa da və bu da anası kimi görünərsə də, yəni 14-15 kilo kimi görünərsə də o zaman o qurbanı, o heyvanı qurban kəsmək olar. Yoxsa bu ailədə mən say olaraq kiçiyək və yaxud da ailəmiz say olaraq azsa da bunu biz böyük baş, yəni 15, 20, 25 kəsməyə nə ehtiyac var? Demək, əslində bizim müsəlmanlıq tərəfindən qüsuru olduğumuzu göstərir. Bu bizim üçün bir cahillikdir. Yəni şəriət hansı yolu çizibsə də onunla getmək vacib bir əməldir və eyni zamanda keçidə 1 yaş şərtdir. Qaldı ki, camış və inəklərin qurbanına bizim üçün ən önəmli məsələ burasıdır ki, burada biz nəyə diqqət etmək lazımdır? Yaşa diqqət etmək lazımdır. Şəriətə görə 2 yaşını tamamlayıb 3 yaşına keçərsə də onunla qurban kəsmək olar. Bunda 7 nəfər birləşərək qurban kəsir. Son 5-ci hissəmiz isə dəvədir ki, dəvəni də 5 yaşını dolduraraq onu da qurban kəsmək lazımdır. Yəni inəkdə heyvan kimi orada göstəriş keçərli deyil demək istəyirsiniz. Yox, göstəriş deyil, yaş çox önəmlidir. Yaş önəmlidir. Bəli, 2 yaş və digər qoyunda izah etdiyimiz kimi. Yəni bildiyimiz qədər kiçik baş heyvan, qoyundur, keçidir. Bunlar tək nəfərli kəsilməlidir. Yəni bunlarda birləşmək, 2 nəfərə birləşib kəsmək olmaz. Amma böyük baş inəkdir, camışdır, bunları 7 nəfər birləşir deyirsiniz. Bəzən cəmiyyətimizdə belə bir şeyə rastlaşırıq, görünüşə rastlaşırıq ki, bəzi insanlar 7 hissə eləyirlər, 7 nəfər birləşib qurban kəsirlər. Ancaq bu 7 nəfərdən biri öz payını götürüb, aparıb onu 8-ci bir nəfərlə ortaqlaşır. Ondan müəyyən miqdarda pul alaraq öz payını 2-yə bölüb başqa biri 8-ci ortağa da vermiş olur. Bu halda qurbanın vəziyyəti nə olur? 6 nəfərin qurbanı keçərlidir.
Amma 7-ci nəfərin qurbanı 8 ilə böldüyü üçün o adamın qurbanı qurban olmuş olmur və sadəcə ət yemiş olur. Bəs burada bir də niyyəti vurğulamaq istəyirəm. Bu 7 nəfərdən 6 nəfərin niyyəti xalis qurban kəsməkdir. Ancaq 7-ci adamın evimə ət girsin və ya mən də cəmiyyətdən geri qalmayım kimi düşüncələrlə bu 6 nəfərə qoşularsa, bu digərlərinin qurbanına mane törədilmi? Bəli, 7 nəfərin 7-si də tam İsmail qurbanlığı niyyəti ilə bunu Allah üçün qurban etməsi lazımdır. Kimin niyyəti ət yemək və ya fərqli niyyətlər olarsa, o zaman o 7 nəfərin heç birisinin qurbanı keçərli olmuş olmur. Bir də cəmiyyətimizdə çox yaygınlaşan bir mövzu var, qurbanı kəsmək mövzusu. Ki, hər kəs öz qurbanını kəsmir. İlla kənardan bir şəxsə, bir mollaya, bir din xadiminə mi kəstirmək istəyirlər. Burada verəcəyim sual belədir ki, hər kəsin qurbanını özü mü kəsməlidir, yoxsa başqa bir şəxsə də qurban kəstirə bilərikmi? Bəli, qurban kəsmək Allah qatında ən fəzilətli əməllərdəndir. Nə deyir Peyğəmbər sallallahu? Qurban günüsü qan axıtmaqdan daha fəzilətli əməl yoxdur. Bunun üçün hər bir şəxsin qurbanı özü kəsməsi lazımdır. Bəs niyə biz molla, din xadimi axtarırıq? Belə bir şey içimizdə oluşur ki, biz qurban Allaha yaxınlaşmaqdır. Bunu təmiz insanlar, qüsullü, abdestli insanlar kəsməsi lazımdır. Bunun üçün biz bunu axtarırıq. Amma ən fəzilətli iş odur ki, hər kəsin özü öz qurbanı kəssin. Qüsullü, abdestli olaraq bəsmələ çəkərək Bismillahirrahmanirrahim deyib qurban kəsməsi lazımdır. Yəni təmiz bir şəkildə o niyyətini ixlas edib qurbanı kəsməsi. Ruslan müəllim, yəni cəmiyyətimizdə başqa bir düşüncə də var. Hani deyirik ki, qurbanı kəsərkən 3 hissəyə ayıraq. Bir hissəsini ailəmiz üçün saxlayaq, bir hissəsini dost, tanışlar üçün, qohum-əqrəba üçün, digər hissəsini ehtiyac sahiblərinə verək. İndi cəmiyyətimizdə bu günü bəzi düşüncələr var ki, biz başqalara, ehtiyac sahiblərinə o qurbandan veririksə, bu adamlar yaxşı pis və ya il ərzində müəyyən günlərdə ət yeyirlər. Olmazmı ki, biz bu qurbanın pulunu o adama pul olaraqdan verək, getsin başqa ehtiyaclarını qarşılasın, yəni uşağı üçün məktəb ləvazimatı ehtiyacı var və ya ailədə hər hansısa başqa ehtiyacları var, bunlar üçün xərcləsin. Bu qurban əvəzindən keçərlidirmi? Bəli, Hacı müəllim, verdiyiniz sual çox önəmli bir sualdır. İslamda elə şey var ki, nə ağıl yürütmək deyil. İslam nə üçün və nə buyurursa bizim üçün bir fayda vardır. Və burada da bir insan yaxşılığını edə bilər, o işləri edə bilər. Amma qurbanlıq vaxtı İslam nəyi istəyirsə də onun üçün hər kəsin o qurban kəsməsi lazımdır. Yəni ki, qurban kəsilməlidir, o ətdən yardım verilməlidir. O pulu verilərsə, o qurban əvəzindən keçmiş olmaz. Əlbəttə, qurban kəsərkən biləsi lazımdır ki, düzdür, qurbanı kəsin, yiyin. Fəkulu minhə və əd'mül bəisəl fəqirə. Yəni, ayətdə baxırıqsa da nə buyuruyor Allah? Ondan yiyin, istəyənə və istəməyənə, əl uzadana, uzatmayana yedirdin. Bunu 3 hissəyə, öz ailən üçün, qohum-əqrəbə üçün və kasıblar üçün onu bölüşmək lazımdır. Bu da nəyi göstərir? İslam bir paylaşmadır və bölüşmədir. Bu qurbanı kəsdikdən sonra ehtiyac sahiblərə paylaşmaqdır. Yəni, axtırmaq önəmlidir. Qurbanı kəsərək o qurbanın qanını axtırmaq önəmlidir. Ruslan müəllim, bir də belə bir sualım var. Cəmiyyətdə çox sıx rast gəlirik ki, hər hansı bir qurban istər, İsmail qurbanı olsun, istər, digər qurbanlar olsun ki, bu qurbanları kəsən zaman ya uşaqların alnına o qurbanın qanından sürürlər və ya evini, divarına, maşına, bunu həm bu uşağımı, evimi qorumaq üçün, həm bərəkət gətirməsi üçün belə bir ayinlər eləyirlər. Bu nə qədər düzgündür? Bəli, Hacı müəllim, bu da düzdür. Şəriətimizdə belə bir şeyin əsli əsabəti yoxdur. Bu uşaqları sevindirmək deyil əslində. Uşaqlarımızı fərqli hədiyyələr alaraq sevindirmək lazımdır. Bu İslamda olmayan bir işdir. Fərqli adətlərdən bizə gəlir, başqa bir adətdən gəlmiş bir örf adətdir. İslamda yoxdur, bunu etməmək lazımdır. Bu bərəkət ondan umulmur. Bərəkət Allahdan olur, onun üçün o kimi şeylər etməmək lazımdır. Bəs qurban ətinin qeyri-müsəlmanlara verilməsi caizdirmi? Çox önəmli bir məsələdir. İslam, müsəlmanlar, hər kəs qonşusu müsəlman olmaya bilər.
biz belə işi ümumi baxdıqda hər bir xalqda, hər bir millətdə qonşuları, yaxınları müsəlman olmaya bilər. Bu İslamdakı qurban məsələsi paylaşmaqdır, bir rəhmətdir, bir şəfqət ayıdır və eyni zamanda qurban müsəlmanlığımızı paylaşaraq göstərməkdir. Və bu da qonşularla yaxşı keçirmək üçün, qonşudakı İslamı gözəlliyini onlara bildirmək üçün, onlara göstərmək üçün kəsdiyimiz qurbanlardan da qeyri-müsəlmanlara da vermək olar və icazəlidir. Ruslan müəllim, son olaraq bir sualla müraciət eləmək istəyirəm. Qurbanlıq heyvanın başıdır, ayağıdır, dərisidir və bu kimi digər lazımsız olan orqanlarına deyirlər ki, bəzi anlayışlara görə ki, bunu zibilə atmaq olmaz və ya nə etmək olmaz. Bununla bağlı nə deyə bilərdiniz? Hacı müəllim, bu bir tək qurban əlaqəli deyil. Bütün kəsilən heyvanlar əlaqəlidir içinə. Burada məqsəd nədir? Burada məqsəd çevrəni, ətrafı kirlətməməkdir. Birinci məsələ budur. Bugün ən uyğun olan odur ki, torpağa basırmaqdır. Bunun istər torpağa basır, istər lazım olan çöp qutularına da ata bilərsən ki, ətraf kirlənməsin. Bunun üçün bu lazımdır. Yoxsa sən bunu bastırmasan, qurbanın keçərsiz olan fərqli düşüncəyə ehtiyac yoxdur. Bunu bastırmaq odur ki, çevrə kirlənməsin, bu kimi zərərə gəlməsin deyə onu bastırmaq məsləhətdir. Ruslan müəllim, sonda qısa və konkret cavablar üçün sizə təşəkkür edirik. Həm öz adımızdan, həm izləyicilərimiz adından çox sağ olun deyirik. Bəli, əziz izləyicilər, bugünkü verilişimiz sona çatdı. Bir daha qarşıdan gələn Qurban bayramınızı təbrik edirik. Allah qurbanlarınızı və dualarınızı qəbul etsin deyirik. Mövzu ilə bağlı hər hansı bir suallarınız olarsa kanalımıza yazmağı da unutmayın.